Deyirlər ki, paxıllıq. Allah hamd olsun, mən paxıllıq eləmirəm. Mənim canlı yayınımı uşaqlar izləyir. Götürüb orada deyir ki, vaqan cinsiyyət orqanı nazirisi. Belə söhbətlər eləmək olar ha. Sağ olsun polis tədbir gördü. Danışırlar. Allah Azərbaycan polisinə kömək olsun, sağ olsun. Bəli, bu günləri həqiqətən də mən Azərbaycan polisinin yaxşıları ilə fəxr edirəm. Pislər hər adam pis ola bilir. O pislik o işlə əlaqəli deyil, insaniyyətlə əlaqəlidir. Bu günləri ən lazımsız adam belə anasına, bacısına zülmədən belə gedib polisə pul verib işə və imtahandan keçib, nə bilim, kurs oxumaq üçün gedirlər müəllim yanına zadına ki, hazırlaşsın, 5-10 manat tökər, 300 manat müəllim yanlarına, pulun verər, hazırlaşır, sonra gedir, imtahanı verir, girdi polisə, düzdür? O, amma zato pis adamdır. Amma yaxşılarımız da var. Yaxşılarımız bu günlər yaxşı ki, tez bir zamanda bu tədbiri gördü. Mən həqiqətən də bu tədbirin tez bir zamanda aradan, çünki övladlarımıza, mənim övladıma yox, bax, övladlarımıza deyəndə mən qardaş bacılarımızın övladı nəzərdə tuturam. Mən övladlarımıza deyəndə bütün yaxşıların bu günləri atası torpaq altda yatan, atasız böyüyən oğlan uşaqlarımız, xüsusən qız övladlarımız, şəhid övladları, iki gözü olmayan qazilərimiz var. Onların övladları için biz mübarizə aparırıq. Qaqa, hələ sən bunu denəni, o cavan oğlanlar, bizi bəyənməyən insanlar götürüb özləri səhifəsində paylaşır ki, məsəl üçün şeydir, yardım eləmək, kişi olmasan da yardım edə bilər. Qaqa, gəldin o günləri sən də yardım elədin və mənim bir izləyicim 6000 manatda yardım elədi. Harada danışıldı?